canım qəvim mənim. Elə belə gəlməmişsən ey göylərdən göndərilən qüvvəm mənim. İdrakına, kamalına, ulu tanrı dili deyib, əllərinə, tellərinə Allahımın əli deyib. Ayaqların altındaca əziləcək xəyanət, şər. Sən adi bir bəşər deyil, bir adım var fövqəl bəşər. Millət, bir xalqın öz kimliyini tam dərk etməsi, onun bir amal uğrunda hamılıqla çalışması və özünün gələcək istiqamətlənən ideologiyasının formalaşması ilə yaranır. Bir xalqın isə milli ideologiyasının formalaşması onun ziyalı təbəqəsindən və dahi şəxsiyyətlərindən asılıdır. Dahi şəxsiyyətlər zamanla mühitin ehtiyacından doğan və hər hansısa bir tarixi dönəmdə xalqı, milləti üçün böyük işlər görmüş insanlar olur. Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçir. Məqsəd və məramsa bir olur. Azadlıq və müstəqillik. 20-ci əsr xalqımızın yaddaşında azadlıq, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə kimi qalır. Bu dövr ərzində nə qədər ağır və çətin sınaqlardan keçdi. Talih elədir ki, Azərbaycan bir əsrdə inkişafa müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanını qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilələr, daxili çəkişmələr, beynəlxalq təminatın olmaması səbəbindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. 20-ci yüzilliyin sonuna yaxın qarşılaşdığımız bu problemlər bəlkə də bu sınaqların ən böyüyü, ən məsuliyyətlisi idi. Çünki burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gelirdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında Azərbaycanın müstəqil dövlətçiliyi haqqında konstitusiya aktı qəbul olundu. Amma bu azadlıq asan başa gəlmədi. Azərbaycan xalqı öz azadlığını, müstəqilliyini əldə etmək naminə mübarizə apardı. Şəhidlərini qurban verdi. Bir tərəfdən də Ermənistan tərəfindən elan edilməmiş müharibə nəticəsində ərazilərimizin 20%-nin işğal edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünlər, işsizlər ordusu, ölkə daxilindəki qeyri-sabitlik, müstəqillik yolunda kövrək addımlarını atan gənc dövlətimizi hər an məhv olma təhlükəsi qarşısında qoyurdu. Kölgələr yox oldu onun önündə, çən, duman çəkildi, zülmət boğuldu. Xalqın dar günündə, çətin günündə onun qayıdışı qurtuluş oldu. 1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsi siyasi qruplar çıxış yolu tapa bilmirdi. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdəydi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinin qayıdışına nail oldu. Bu zaman Heydər Əliyev xalqının içərisində ata missiyasını yerinə yetirməliydi və ata Əliyev konkret problemlərin həlli üçün bütün yolları eşitdi, düşündü. Zamanın onun xeyrinə işləyə biləcək məşğulluğuna qalib gəldi. Onu qalib edəcək addım atdı. Bu addım onun ən müdrik, ən dəqiq və vaxtında hesabladığı addım idi. Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamanı siyasi vəziyyətə baxmayaraq etmişdi. 70-ci illərdə və 80-ci illərin əvvəllərindən onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyini hədəflənmişdi. Cəmşid Naxçıvanski adına hərbi orta məktəb, dərin dəniz özülləri zavodu, məişət kondisionerləri zavodu və başqaları bu işdə böyük töhfədir. Respublikamızın bir müstəqil dövlət kimi varlığı məhz Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə ikinci qayışı ilə qorunub, saxlanıldı. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi,
möhkəmləndirilməsi, onun dünya dövlətləri sırasında öz layiqli yerlərini tutması sahəsində yeni bir mərhələ başlanıldı. Onun hakimiyyəti qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Azərbaycan dövlətçiliyinə və dövlətçiliyimizə verilən əvəz olunmaz töhfələr məhz Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Əbəs yerə deyilmir. Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq o qədər mürəkkəb prosesdir. Onun qayıdışı ilə Azərbaycan tərəqqi yoluna qədəm qoydu. Milli ordu formalaşdırıldı. Azərbaycanın milli maraqlarının qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması ilə bağlı təxirə salınmaz tədbirlər görüldü. 1994-cü ilin mayında atəşkəsin əldə edilməsi ilə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Beynəlxalq müqavilələrə imzalandı. 1994-cü ilin sentyabrında əsrin müqaviləsinin imzalanması ilə milli neft strategiyamızın əsası qoyuldu. Ölkəmizin qısa müddətdə qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Heydər Əliyev Azərbaycançılığı dövlətçiliyə tətbiq etdi. Bu məhkûrəyə əsaslanan müstəqil dövlət yaratdı və xalqda dövlətçilik hissini formalaşdırdı. Ulu Öndərin yaratdığı dövlətçilik ideyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının konstitusiyasında öz əksini tapmışdır. Ümumilli liderimizin dövlətçilik təliminin əhatəli sistemində ədəbi-mədəni abidələrə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət və qayğı həmişə ön planda olmuşdur. Milli kimliyimizin ana kitabı olan Kitabi-Dədə Qorqud dastanının 1300, Söz mülkünün sultanı Məhəmməd Füzulinin 500 illik yubileylərini UNESCO xətti ilə dünya miqyasında geniş qeyd olunması Azərbaycan mənəviyyatı təbliği işinə böyük töhfədir. Çəkdiyi bütün zəhmətlərə görə onun ardıcıları, onun ölkə siyasətində yerini Türkiyədə prezident olmuş Atatürk ilə, Fransada general Charles de Gaulle, Amerikada Roosevelt'lə müqayisə edirlər. Ulu Öndərin 2001-ci ilin noyabrın 10-da dünya Azərbaycanlarının birinci qurultayındakı nitqi dövlətçilik və Azərbaycançılıq məramını idarə edən düstur sayıla bilər. Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz özümüz öz taleyimizin sahibiyik. Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bugün Heydər Əliyev kursunun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu Qarabağda dayanır. Qarabağımızda, Qarabağın tacı hesab olunan Şuşada Azərbaycan bayrağı dalğalanır. Qazanılan hər bir uğur ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqəti çəkir. Ümumilli liderin qeyd etdiyi Azərbaycan dünyaya günəş kimi doğacaq fikrini öz təsdiqini tapmışdır. Bugün Heydər Əliyev cismən bizim aramızda olmasa da mənən bizimlə yaşayır. Belə insanlar ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşur. Mən Azərbaycanı səfərə çıxan bir gəmiyə bənzədirəm. Bu gəminin yolu uzundur. Bu gəmi fırtınaya, qasırğaya düşdü. Amma batmadı. Yolunu qətiyyətlə davam etdi. Çünki bu gəminin kapitanı, böyük şəxsiyyət, dahi lider Heydər Əliyevin davamçısı İlham Əliyevdir. Bugün bizim getdiyimiz bu ulu yol, əbədi yol, həmin yolun davamıdır. Karvan gedir öz yolu ilə, adı İlham karvanıdır.